Salam, hər vaxtınız xeyir olsun değerli izleyiciler. Bugün mövzulu şəhidimiz Rüstəmov Murad Tahiroğlu'nun mövlud günüdür. Biz Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyinin adından şəhidimizin ailəsini ziyaret etməyə özümüzə borc bildik. Allah bütün şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun. Ad günüm mübarek. Sevincim, derdim. Bugüne en güzel duygumu verdim. Sözüm gül çiçeğiydi. Yoluna serdim. Çiçeği yaşındasan, yaşını deme. Sənət xidmətinin əskəri Əliyev Məhəmməd Məhərrəmoğlu'nun anası Təranə. Allah şəhidimizə yerin cənnət eləsin, ruhun şad eləsin. Anasına, atasına, sevənlərinə, hər birisinə səbir, dözüm diləyirəm Allah'tan. Allah şəhidlərimizin, cəm şəhidlərimizin məkanını cənnət eləsin. Qazilərimizin hər birisinə Allah'tan can sağlığı arzulayırıq. Allah köməkləri olsun. Allah onların canını sağ eləsin. Hər vaxt bizim yanımızdadılar. İnşallah axıra kimi də Allah köməkləri olsun ki, heç vaxtı bizi tək qoymurlar. İnşallah Allah qorusun. Allah pənahında saxlasın. Şəhidimizin də Allah məkanını cənnət eləsin, ruhu şad eləsin. Cəmi şəhidlərimizlə bir yerdə. Amin. Murad balamızın evində, ocağındayıq. Mən şəhid kapitan Həmid Həmidlinin anasıyam. Bugün burada bu ocaqda olub anamızı ziyarət eləməyi, övladımızı ziyarət eləməyi özümə borc bildim. Allah bütün şəhidlərimizin məqamını uca eləsin. Onlar bizi elə bir uca zirvələrə qaldırdılar ki, həm sağlıqlarında, həm bugün dünyasını dəyişdikdən sonra da yəni biz onlarla fəxr edirik, qürur duyuruq. Mən həmişə deyirəm, bugün də deyim, bəlkə anamıza da az da olsa təsəlli olar. Yəni belə deyim də, dağ boyda yükümüzün, dağ boyda da fəxri, qüruru var. Allah Teala övladlarımızın bu ağırlığı qədər, sambalı qədər bizlərə, şəhid ailələrinə, yaxınlarına səbir, dözüm versin. Onlar mən deyərəm ki, sanki bizim çiynimizə elə bir rütbə qoyub gedib ki, Allah o rütbəni bizə şərəflə daşımağa qismət eləsin. Allah Teala necə deyim, onun gül balaları var, onlara sağlam can versin, babasına, nənəsinə ömür versin ki, onları bir tərəfə çıxartsın. Bugün şəhidimizin övladının da bugün burada bildim ki, doğum günüdür. Allah ona da sağlıqlı, şərəfli ömür qismət eləsin, atasının adına layiq bir övlad olsun. Allah Teala şəhidlərimizin şahidləri olan qazilərimizə can sağlığı versin, onlara ömür versin. Onlar da hər zaman mən hansı tədbirə gedirəmsə onları öz yanımızda görürəm. Allah onları da var eləsin ki, biz anaları unutmurlar, bizim həmişə yanımızda olmağa çalışırlar. Allah şəhidimizin məqamını uca eləsin, mövludun mübarək olsun şəhidim. Hər birinizin əlindən öpürük. Bizim borcumuzu, qazi qardaşlarımızın adından hər zaman sizin yanınızdayıq. Bunu tam səmimi olaraq deyirəm. Allah sizə ömür versin. Bu cür doğular böyütmüsünüz. Onlar bizlə çiyin-çiyinə bu torpaqların azadlığı uğruna döyüşdülər. Onlar şəhadətə qovuşdular. Şəhidlik adına layiq gördülər. Bizlər qazi adına. Hər birinizi əllərindən öpürəm. Var olun ki, bizlə çiyin-çiyinə döyüşən evr oğullar böyütdünüz. Torpaqlarımız tapdaq altından, işğal altından azad oldu. Bugün həm şəhidimizin mövlududur. Allah ona qəni-qəni rəhmət eləsin. Heç zaman durmayacaq. Yəni heç bir zaman. Biz nə qədər siz analar, biz qazilər varıq. Heç zaman qoymarıq ki, bizim şəhid qardaşlarımız unudulsun.
Allah sizə ömür versin. Allah gözəl balalarına ömür versin. Mən daşımaq üçün fərqli sizləri daşıyaram. Sevindim. Sağ olun. Olsa diyen kanal. Allah'ım çok sağ ol. Dik tut başını ana. Ağlama. Ağlama ana. Allah qardaşımızın timsalında cəmi şəhidlərə rəhmət eləsin. Onun hər birisi bizim üçün ayrı-ayrılıqda bir qəhrəmandır. Söz yox. O cür qəhrəman deyil, o öz kökü üstəlikdə. Hər birisində ailəsinin qapısında olmuşuq, yəni bəllidir. Onlardan da körəyən nə olacaq? Yəni gözümüzün qabağında, onların da ailə quranlar da bu vətən üçün, bu el üçün, bu xalq üçün də bir övlad böyüdürlər. Allah təala onların torpağı sayır, balalarına, ailəsinə, övladına o torpağı sayır ömür versin. Allah sizlərə səbir versin. Allah onların məkanlarını uca eləsin. Allah təala bir daha bizə Azərbaycan xalqına belə bir qara buludu başımızın üstünə götürüb bir daha belə bir dərd bəla yaşatmasın.